Salam mütəmmələr. Bu videoda fizika 2 blok imtahanında qarşınıza çıxa biləcək 3 value sual tapmaca. Suala bir avtomatik bir şəkildə izah edəcəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa biləsiniz. Bir xatırlatma da edeyim ki, əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Bunu etməklə mənə çox böyük video olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli, ikinci bir sualımızdan davam edək. İndüksiya xəttlərinin perpendikular istiqamətdə bir izmar hissəsinə daxil eyni kütlədə iyonlar bərabər radiusu çevrələcəksə, onların sürətlərin modullarını deyil müqayisə edin. Bu tapmaq üçün ilk öncə biz mavi qəbul üstünə MV bərabərdir kübəyir. Bunu buradan yazalım. MV bərabərdir kübəyir. İndi mən buradan deməli sürəti tapsam V bərabərdir. Deməli kübəyir bölünsün M. Kübəyir, yəni bu kübəyiri bölünəm M-ə. Kübəyir bölünsün M. Bunu buradan yazdım. İndi burada bir maqnit hissəsindən söhbət getdiyi üçün, yəni eyni maqnit hissəsindən söhbət getdiyi üçün B bərabərdir konstant. Bunu buradan yazdım. B bərabərdir konstant. Sonra burada deməli bizə deyir ki, burada induksiya xəttinin perpendikular istiqamətdə biz maqnit hissəsinə eyni kütləli iyonlar daxil olur və bərabər radiusu çevrələyici cızılır. Onda R də bərabərdir konstant deyə bilərəm. R də bərabərdir konstant. Və burada deyir ki, deməli eyni kütləli deyir. Onda M də bərabərdir konstant. Bunu da buraya yazalım. M bərabərdir konstant. Deməli baxıram ki, B konstantdır. Bunu buradan bildik. R də konstantdır. Deməli bu da konstantdır. M də konstantdır. Deməli M də konstantdır. Onda deməli V sadəcə Q-dən asılıdır. Deməli buradan görürəm ki, sürəti V1 olanın yükü 2Q-dür. Sürəti V2 olanın yükü isə -6Q-dür. Onda mən belə kimi bunu yaza bilərəm. V1 bölünsün V2 bərabərdir. Deməli mən görürəm ki, Q sürətdədir. Q sürətdədirsə V2-dən düz asılıdır. Yəni Q1 bölünsün Q2. Q1 bölünsün Q2. O da bərabərdir, o da bərabərdir. Deməli Q1 nə qədərdir? Buradan baxırıq. Deməli 2Q-dür. Q2 nə qədərdir? -6Q-dür. Onda mən bunu belə kimi yaza bilərəm. Deməli modulda Q1 bölünsün modulda Q2. O da bərabər. Deməli 2Q bölünsün -6Q modulda. O da bərabər. Demək buradan çıxır 2Q, buradan çıxır 6Q. Q'lər də burada ixtisara gedir. Qalır neçə? 6-da 2. 6-da 2 də nəyə bərabərdir? 3-də 1-ə. Onda belə çıxır ki, V1 bölünsün V2 nəyə bərabərdir? 3-də 1-ə bərabərdir. 3-də 1-ə bərabərdir və burada mən V2-ni tapsam V2 bərabərdir 3V1 olmuş olar. Demək cavabımız neçə olacaq? V2 bərabərdir 3V1. Demək cavabımız olacaq burada D variantı. İndi keçək növbəti sualımıza. Sonraki sualımızdan ikinci sualın davamı induksiya xəttlərinin perpendikular istiqamətdə bir maqnit hissəsinə proton və alfa izləyicik daxil olur. Onların kinetik enerjiləri eyni olarsa çizdiklər çevrələn radiuslarını müqayisə edin. İlk öncə kinetik enerji düzsün yazalım. Y kinetik bərabər nəyə? P və P kvadrat bölünsün 2. Bunu buradan bildim. İndi mavi qəbul düzsün yazalım. MV bərabərdir kübəyir. Bunu buradan yazdım. İndi P bir yandan MV-yə bərabərdir. Yəni kütlənin sürətini asılır. Onda mən P bərabərdir MV yerinə burada P-ni yaza bilərəm. Olur belə. P bərabər nəyə? Kübəyir. İndi mən bu P bərabərdir kübəyir ifadəsini burada yazıram. Olur belə kimi. Deməli QBR'in kvadratı bölünsün nə? 2M-ə. O da bərabərdir. Deməli buradan da nə? Q kvadratı, B kvadratı, R kvadratı bölünsün nə? 2M-ə. Onda deməli kinetik enerjinin belə bir ifadə alınır. Y kinetik bərabərdir, Y kinetik bərabərdir. Deməli Q kvadratı, B kvadratı, R kvadratı bölünsün nə? 2M. İndi mən buradan R tapmış olsam R bərabərdir, R bərabərdir. Kvadrat olduğu üçün kökdən alıram, yəni kökdə. İndi mən burada 2M vuram nəyə? Y kinetik olur belə kimi. Demək 2Y kinetik M, 2Y kinetik M bölünsün nə? Q kvadratı, B kvadratı. Q kvadratı, B kvadratı. İndi bunlardan da kök çıxır. Deməli belə kimi olacaq burada. Kök altına 2Y kinetik M bölünsün nə? Q vurulsun B-yə. Deməli indi mən buradan görürəm ki, bizə ilk öncə burada deyir ki, kinetik enerji nədir? Bərabərdir. Və bir də deyir ki, deməli, bir də deyir ki burada və kinetik enerji bərabər olmadan bərabər burada eyni bir maqnit hissəsindən söhbət getdiyi üçün burada B bərabərdir konstantdır. Bunu da buradan bildik. Onda biz buradan belə kimi bir şey deyə bilərik. Y kinetik sabitdir, bunu əldə etmirəm. B də sabitdir, bunu əldə etmirəm. Demək onda bəlkə ki R həm M-dən asılı olacaq, həm də Q-dən. Onda bunlar üçün asılılıq quram. Və bizdən də burada soruşur ki, alfa ilə proton arasında olan radiuslardır, bu müqayisə ilə. Onda mən belə kimi bir asılılıq quram. Deməli R alfanın R protonun nisbətini mən buradan tapıram. Birinci mən burada görürəm ki, R M-dən düz asılı, çünki M sürətlidir. Amma kökdə olduğu üçün kökdə düz asılı. Yəni olacaq belə kimi. Kök altında M alfa bölünsün nə? Kök altında M proton vurulsun. İndi buradan baxan nəyə? R isə Q-dən tərs asılı. Niyə? Çünki Q məxərcə yerləşir. Onda olacaq belə kimi. Deməli alfa bölünsün proton olur tərsinə. Olur belə kimi. Deməli Q proton bölünsün nə? Q alfa. İndi bunları bir-birində hesablayaq. Deməli bizə 2 dənə hissəcik verilir. Bir helium 2-4, bir də proton 1-1 verilir. İndi heliumun yükü nə qədərdir? Q bərabərdir 2. Kütləsi nə qədərdir? M bərabərdir 4. Bunu buradan bildik. Sonra yük nə qədərdir? Protonda 1-dir. Kütlə nə qədərdir? Daha sonra kütlə nə qədərdir buradan? M bərabərdir 1-dir. İndi bunları bir-birini qoyub indi hesablayaq. Deməli, dedi ki, kütlə 4-dür yazan. Deməli, ümumi bunu kök altından alacağım. Olacaq belə ki, deməli, kök altında M alfa 4, M proton 1. Vurulsun. Q proton nə qədərdir?
1'dir. Q alfa nə qədərdir? 2'dir. İndi 4 bölünsün 1 4'dür. 4'dən kök çıxır olur neçə? 2. Vurulsun. Bu da 2'də 1. Deməli bu da 2'də 1. O da bərabərdir 2'ni 2'də 1'ə vururam. Eləyən nə qədər? 1. O da belə çıxır ki, onda belə çıxır ki, R alfa bölünsün R proton 1'ə bərabərdir. Onda belə kimi yazıram. R alfa bölünsün R proton bərabərdir 1. Onda mən buradan R alfanı tapmış olsam, R alfa bərabərdir R protonu vuran 1'ə olur neçə? R proton. Onda belə çıxır ki, R alfa R protona bərabərmiş. Onda cavabımız olacaq belə. Proton radiusu alfanın radiusuna bərabərdir. Yəni cavabımız olacaq burada B variantı. İndi keçək növbəti sualımıza. Son sualımızın 3-cü sualdanmaya alfa zərrəcik və proton eyni bir cisman hissəsində çevrə boyunca hərəkət edirlər. Dövrəli periodların T alfanın T proton olan nisbətini hesablayın. İlk öncə gəlin sürat üstünə yazaq. V bərabərdir 2 pi r bölünsün T. 2 pi r bölünsün T. Mən buradan T tapmış olsam T bərabərdir 2 pi r bölünsün V. 2 pi r bölünsün V. İndi buradan mavi qəbir üstünə yazıram. M bərabərdir Q B R. Mən buradan V-ni tapmış olsam V bərabərdir Q B R bölünsün M. Q B R bölünsün M. İndi mən bu ifadəni gətirəm burada yeni yazıram. Olur belən kimi. Deməli T bərabərdir 2 pi r bölünsün V. 2 pi r bölünsün V. O da bərabərdir. Deməli 2 pi r bölünsün Q B R bölünsün M. Q B R bölünsün M. İndi buradan elə ixtisarı gedir qalır nə? M qalxır yuxarı olur 2 pi m bölünsünə Q B R. Deməli son ifadə olur belən kimi. T bərabərdir. Baxın. T bərabərdir 2 pi m bölünsün Q B. Deməli olacaq belən kimi. Deməli T bərabərdir 2 pi m bölünsünə Q B. İndi burada eyni bir cisman hissəsindən söhbət getdiyi üçün B bərabərdir konstant deyə bilərik. B bərabərdir konstant. Bunu buradan bildik. Ona deməli B konstantsa, B konstant, P də konstantdır, 2 də konstantdır. Onda T nədən asılıdır? Bir M-dən asılıdır, bir də Q-dən asılıdır. İndi yazıram. T alfa bölünsün T proton. Çünki bizdən protonla alfanın periodlarını bizdən soruşur. Onlar deyir ki, müqayisə ilə T alfa bölünsün T proton bərabərdir. T M-dən düz asılıdır deyənək, çünki M sürətdədir. Olur belə kimi. M alfa bölünsün M proton. Vurulsun nə? Deməli T də Q-dən tərs asılıdır. Niyə? Çünki Q məxrəclidir. Onda olacaq belə kimi. Alfanın protonusa olur proton alfa. Yəni Q proton bölünsünə Q alfa. İndi bizə də burada bir dənə şərt verib ki, deməli M alfa 4M protondur, Q alfa da 2Q protondur. Onda olacaq belə kimi. M alfa 4M protonsa, M alfa yeni yazılan 4M proton. 4M proton bölsünlər M proton vurulsun. Q alfa da 2Q proton olduğu üçün yazılan belə kimi. Deməli Q proton bölək Q alfa 2Q protonsa yazılan belə kimi 2Q proton. Deməli burada M protonlar gedir, Q protonlar da gedir, qalır belə kimi bir dənə ifadə. 4 vurulsun nə? 2-də 1. O da bərabərdir. 4-lə 2 burada ixtisara gedir, qalır neçə? 2. Deməli onda belə şəkil T alfa bölünsün T proton nəyə bərabərdir? Deməli T alfa bölünsün T proton nəyə bərabərdir? 2'ye bərabərdir. Onda yazsam belə kimi T alfa bölünsün T proton bərabər nəyə? 2'ye. Onda buradan T alfanı tapsam T alfa bərabər nəyə? 2T protona. Onda cavabımız olacaq T alfa bərabərdir 2T proton. Cavabımız olacaq burada T alfa bərabərdir 2T proton. Amma bizdən soruşur T alfanın T protona. T alfanın T protonunun nisbətini biz buradan tapdıq. T alfa bölünsün T proton nəyə bərabərdir? 2'ye. Onda cavabımız olacaq neçə? 2. Cavabımız olacaq burada 2. Belki bu videoda fizikadan keçən blok imtahanında qarşınıza çıxa biləcək 3 valid sual atmaya baxdıq. Suala bir atım bir şəkildə izah edim ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya bilərsiniz. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şey yazmayı unutmayın. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşənədək sağ olun, salamatçılar qalın.